Ben özüm ustayam. Artıq 700 kvadratlıq işləyiblər, 700-800 kvadratlıq iş. 700 kvadratlıq sizdə o nə olacaq ki, orada polun altıdır, mansardır? Yox, sağ elə bil ki, klişanın altında klişaya burada. Hə, birbaşa dəmirə vurulacaq. Hə, ay sağ ol, hə. Olmağa başa salardıq. Siz özünüz istifadə edəcəksiniz onu yoxsa? Bəli, bəli. Bax, malı da ki, səndən götürəcəm də. Yəni, malı birinci qardaş, malı 100 dənə, 3. Sən böyük yer üçün götürəcəksənsə, məlum məsələdir ki, topdan satışa düşür və endirim olacaq. Mən sənə hazırda pərakəndə satışdan deyirəm. Məhsulun bir dənəsi də mən onu vurmağa nə almalıyam ondan? Vurmağa professional tapançadır bizdə. Yəni biz sizə dəstək göstərəcəyik, əgər siz oranı işləsəniz. Allah tanrıca, mən də nəfər istəyəm ki, burada kodlayan boydu, elə iş görəndə. Problem yoxdur. Əgər məhsul istəsən, indi birinci partiya ki, tutaq ki, məhsulu sifariş verdin, məhsulu götürüb gətirib sizə nümunə verib, bir dənə də yuxarı nümunə vurub çıxıb gedəcəyik. Hə, lap yaxşı, bomba kimi. Yəni bu kimi ustalara bu kimi dəstək göstəririk. Allah canınızı sağ olasın. Belə nətədir? Belə bir epizod belədən ondan sonra mən sizinlə nətər işləyərəm. Maraqsız yox. İndi adi sadə alan adamlar gəlir dükanda biz onlara köməklik göstəririk. Kimsə indi usta isə 700-800 kvadrat metr vuracaqsa məlum məsələdir ki, burada məsuliyyət daşıyır usta. O məsuliyyət daşıyır deyə biz də ona dəstək verəcəyik ki, o məsuliyyətin altından çıxa bilsin. Allah canınızı sağ olasın. Narahatçılıq yoxsa böyük məmnuniyyətlə xidmətinizdəyik.